Bilirsiniz, mən indi 63 yaşın içindəyəm, mən işdən azad olunuram. Mən sabah harasa işə gedim deyirəmsə, iş axtarıramsa, mənə deyirlər, sən yaşlısan, sən yaramırsan, sən çox yaşlısan. Amma gedirsən ki, sosiala, yəni indi pensiya üçün, deyir, hələ cavansan, sənə pensiya düşmür. Bax, mən 2 il yarımı, mən 2 il 9 ayı, mən nə ilə yaşamalıyam, mən nə yeməliyəm, mən dərmanımı nə ilə almalıyam, mənim 314 manat maaşım idi. Mən o 314 manatı işləyirəm, ancaq mən aylıq dərmanıma verirdim ki, yəni sağ qalmaq üçün. Aydındır. Bu nə dərəcədə düzgündür, bu nə rejimdir, bu nə yaşayışdır, bilmirəm. Yəni ad tapmaq mümkün deyil də buna. Bu Cəsarət Valehov insanları aldatdı. Yəni gördünüz, videoda da gördünüz, mən göndərdim sizə canlı ki, yəni bu onun öz danışdığı yəni materialdır da, öz danışığıdır bunun. Başqa heç bir yəni format olunmayıb, bir şey olunmayıb. Sən insanları Allah ki, heç bir işdən çıxma olmayacaq. Sonra sən hələ ancaq fortepiano şöbəsindən indiyə qədər 700 nəfər insan kəsilib. Bunun rayonları var, bunun xalqçağı alətləri var, bunun xor dirijoru var. Hələ bu insanlar imtahan verməyiblər. Gör, bunlarda kəsiləndə neçə min adam çörəksiz qalacaq indiki vaxtda. Aha, bu yalnız hələ bir ixtisasdan belə deyək kəsilənlərin. Bakı şəhəri üzrə ancaq 700 nəfər fortepiano şöbəsi, nəzəriyyə şöbəsindən kəsilən müəllimələrdir bunlar. Aprelin 20-sindən sonra xalqçağı alətləri şöbəsi başlayır. Yenə də atestasiya, yenə də o kəsintilər. Oradan nə qədər insan çörəkdən olacaq, oradan neçə insan gözü yaşlı qalacaq, hələ o məlum deyil. Aha. Bir də bir məsələni deyim sizə. Deməli, başqa məktəblərdə də, yəni göstəricilər eynidir də, yəni 10 müəllim, 20 müəllim, yəni belə kütləvidir də, yəni. Bəli, elə məktəb var ki, 20 neçə nəfər kəsilib, elə məktəb var ki, 6 piyanist var, onun 5-i kəsilib, elə məktəb var ki, 14 müəllim kəsilib, eləsi var 11. Baxır, ən çox kəsilənlər Sumqayıt məktəblərindəndir, mən bildiyimə görə. Amma yəni bizim məktəbdən cəmi 16 nəfərdir, onun 14-ü işdən çıxarılır. Aha. Bir də bildiyimə görə direktorlara belə bir imkan yaradılıb ki, bir neçə müəllimləri belə deyək, yəni qoruya bilərlər, yəni işdən çıxarmaya bilərlər. Belə bir səlahiyyət, bu doğru bir... Yox, əvvəl onu dedilər, amma indi məlum oldu ki, iş elə bir ki, gəlib atestasiyadan keçəndən sonra dedilər ki, bəs ancaq bu güzəştlər varsa, az yaşlı uşağı 3 yaşına qədər, ondan sonra əgər himayəsində Down xəstəsi varsa o, yəni ki, bunlara güzəşt var. Başqa heç kimə güzəşt yoxdur. Əvvəl elə dedilər, amma indi yox. İndi yəni direktorlara heç bir səlahiyyət verilmir ki, tutaq ki, məsələn, mən yaxşı müəlliməyəm, mən qabaqcıl müəlliməyəm, mən qırmızı diplomla qutarmışam, mən konsertə uşaq çıxardıram, mən yəni ki, işim, bacarığım var, müdür xahiş eləsin, məni saxlasın, yəni elə bir şey yoxdur. Bir də son olaraq bir şey soruşum. Bu arada bir nəfər yazıb ki, Sumqayıtdan bir məktəbdən 90 müəllimi kəsiblər. Yəni belə bir hallar da var. Bir də Sumqayıtda çox kütləvidir. Sumqayıtda lap çox kütləvidir. Son olaraq bir şey də soruşum. Mən bunu yayımın əvvəlində də səsləndirdim. Müəllimlər bildirirlər ki, öz aramızda ən savadsız, ən zəif bildiyimiz müəllimlər keçib imtahandan, daha təcrübəli müəllimlər isə kənarda qalır. Mən sizə deyə bilərəm ki, xor dərsində konsertmeyster işləyən bir əllə çalan müəllim ki, mən 2 əlli çala bilmirəm, mənim bacarığım yoxdur. Onu hansı ki, o müəllim onu əvəz eləyirdi konsertlərdə, tədbirlərdə, o bir əlli çalan müəllimə imtahandan keçib, amma hansı ki, Fəxrəddin müəllimin orkestrində çalan, böyük konsertlərdə, tədbirlərdə çalan müəllimə imtahandan kəsilib. Bax, bunu mən sizə əminliklə deyirəm. Aydındır, aydındır.